Prezident İlham Əliyev Baku Bas Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə avtoparkının açılışında iştirak etdi. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdi. 300 yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik yuyucu kompleksi inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfər isə inzibati və texniki heyətdir. Baku Bas Məhdud Məsuliyyətli Cəmiyyəti Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta Euro 6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49 isə 102 sərnişinlikdir. Bu layihənin həyata keçirilməsi ilk növbədə paytaxt Bakıdan sonra Respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzil başına çatmasına imkan yaradır. Şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir. Gəncə şəhəri üzrə aparılan geniş miqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb. 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub. Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqını CC kart, nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür. Sərnişin daşıma sahəsinin optimallaşması çərçivəsində dəmir yolu vağzalının qarşısında nəqliyyat mübadilə məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb. Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb. Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb. 128 kilometr xətlənmə işləri icra olunub. Şəhərdə təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların göstəricisidir. Prezident İlham Əliyev sentyabrın 27-sində anım günündə Gəncə Memorial kompleksinin açılışında iştirak etdi. Dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoydu. Azərbaycan prezidenti anım günü ilə əlaqədar Gəncə Memorial kompleksində saat 12-də Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Bu ilin martında 1-ci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub. Avqust ayında isə Prezident İlham Əliyev və 1-ci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər. Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-sində Ermənistan silahlı qüvvələrinin Toçka-U, Smerç, Skad və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb. Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Aypara formalı 2 mərtəbəli binanın ümumi sahəsi 2400 kvadrat metrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir. Muzeydə 20-ci əsrin əvvəli deportasiya və məcburi köçkünlük, soyqırımı və kütləvi qırğınlar, atəşkəs və vətən müharibəsi dövrü, itkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru və işıqlı gələcəyə doğru mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir. Ekspozisiya ziyarətçilərə əvvəlcə 20-ci əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada həmçinin 1948-1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür. Növbəti bölmələrdə 1987-1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə, atəşkəs illərində, vətən müharibəsi günlərində və ondan sonraki mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəf alınması faktlarına həsr olunub. Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz, krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb. Sonra Prezident İlham Əliyev Gəncə Memorial kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşdü.
Nilayda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində valideynlərini itirən yüzlərlə azərbaycanlı uşaqdan biridir. İnsanlığa sığmayan hərbi təcavüz nəticəsində Nilay kimi çox sayda balacanın uşaqlığı əlindən alındı. Nilay hər iki valideynini itirib. Onun ağrı acısı sözlə ifadə olunmayacaq dərəcədədir. Lakin bununla belə Azərbaycan dövləti valideynlərini itirən bütün uşaqlar kimi onun da qayğısına ən yüksək səviyyədə qalır. 2020-ci ildə Vətən müharibəsi zamanı günahsız mülki şəxslərlə yanaşı məsum azyaşlıların da Ermənistan tərəfindən amansızcasına qətlə yetirilməsi bütün bəşəriyyətə qarşı olan cinayətidir. Bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevra konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb. Gəncə Memorial kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı. Allah şəhidlərimizə rəhmət eləsin. Prezident İlham Əliyev Gəncə stadionunun açılışında iştirak etdi. Dövlətimizin başçısına stadion barədə məlumat verildi. Ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15.343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub geyinmə, konferans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet təhlükəsizlik sistemləri ilə təchiz olunub. Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında stadionun tikintisi ilə bağlı sərəncam imzalayıb. Onun təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir. Gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə müasir idman arenalarının istifadəyə verilməsi ölkəmizin digər bölgələrində olduğu kimi Gəncədə də istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradacaq.